Hər kəsə salam dostlar, mən Çingiz Pəhlivan. Deməli, video atıblar mənə. Girib baxıram videoya, görürəm ki, daş qaldırır çox gözəl. Amma nəyə görə orada yalan danışır? Mən demişəm ki, kimsə yalandan bu pəhlivanlığa aid video çəksə, mən həmin insanları tənqid eləyəcəm. Amma düzgünlüyünə tənqid eləyəcəm. Deməli, məsələ nədir? Bax, indi sizə videonda göstərəcəm. Adam deyir ki, qaldırdığım daş 24, tez-tez Allahın adını çəkir. Görürsən, təmiz 24 kilo daş. Deyir, qaldırdığım daş 24 kilodur. Yəni, bu ümumiyyətlə bu giravoy sportla, pəhlivanlar, bu gir qaldıran adamlar baxsınlar yaxından. Bu daşın üstünə 16 kilo yazılıbdır. Altda bilmirəm, kraski ilə nəsə yazıb, 24 yazıb, nə yazıb, amma daşın üstünə 16 yazılıbdır. Bu Zavodskoy onun üstünə yazılan rəqəmdir, bu bir. İkincisi, sənin çəkin 160, 150, 160 kilo sənin çəkin var. Sən qaldırmalısan, o hərəkət eləməlisən 32 kiloluq girinə, özü tərəziyə qoymalısan. Yəni, bacara bilirsənsə, deyirsənsə, cəmaata deyirsənsə, bacarsın bunu. 16 kilo ilə onu demək olar, əgər pəhlivansın, 16 kilo ilə eləyəcək. Amma indi mən sənə deyirəm, sən bacarırsansa, onu götür 32 kiloluq girlə elə, sənə deyim ki, hə, halaldır. Sənin genetik gücün var. Səndə o deyirlər, sənin o fanatların ki, səndən onların xoşları gəlmir. Elə bilərsən, səni sevirlər, səndən zəhlələri gedir. Prosta dedim ki, ortada mutillalıq eləyənlər, o mutilşiklər görsünlər ki, pəhlivan necə olur? Onu 32 kilo ilə eləyənə mən deyərəm pəhlivandır. 16-24 kilo ilə yox. 24 də deyil, 16 kilodur sənin daşların. Niyə görə cəmaat aldadırsan? İndi videoya baxarsınız dostlar. Anar Pəhlivan da çəkibdir. Kanalın adını yuxarıda yazıram. 65 kilo çəkisi var. Onun elədiyini təkrar eləyir. Nətərdir? Heç nə dostlar. Mən sözümü dedim. Sözdə ünvanına gedər çatar. İndən belə mən demişəm. Kim yalandan video çəkəcək, hamısını belə video çəkib tənqid eləyəcəm. Düzgün daş qaldırın. Bu pəhlivan sənəti oyun oyuncaq deyilsin üçün.